2026 yıl yanvarın 2-sindən Əqrəb bürcündə baş verən yeni ay, keçmiş münasibətləri, yarımçıq qalmış işləri və gizli sirləri üzə çıxarır. Növbəti 15 gün ərzində bir çox bürc nümayəndələri gözlənilməz çətinliklərlə və sevgi, maliyyə, ailə və karyera sahələrində köklü dəyişikliklərlə üzləşə bilərlər. Güclü səma enerjisi ilə bu yeni ay, emosional dərinliklərə, qarşıdurmalara və dəyişikliklərə səbəb olur. Bir çox bürc əlamətləri üçün köhnə problemlər yenidən açıla, yarımçıq qalmış işlər tamamlana və tamamilə yeni başlanğıclar üçün fürsətlər yarana bilər. Növbəti 15 gün ərzində sevgi, iş, sağlamlıq, münasibətlər və maliyyə məsələlərində təəccüblü inkişaflar ehtimal olunur. Əqrəb yeni ayının hər bir bürc əlamətinə xas təsirlərinin ətraflı şərhləri. Qoç. Bu yeni ay, Qoç bürcünə keçmiş yükləri təmizləmək və yenidən doğulmaq imkanı təqdim edir. Miras, borc, aliment və ya kreditlər kimi maliyyə məsələləri ilə bağlı sürətli inkişaflar gözlənilə bilər. Uzun müddətdir həll etməkdə çətinlik çəkdiyiniz maliyyə problemləri üçün dəstək yarana bilər. Şəxsi həyatınızda boğulmuş qəzəb, gizli hisslər və ya güclü ehtiras üzə çıxa bilər. Qoç bürcü üçün köhnə bir tanışınız yenidən ortaya çıxa bilər. Sağlamlıq səbəblərinə görə cinsi sağlamlığa, hormonlara və xroniki xəstəliklərə diqqət yetirmək xüsusilə vacibdir. Mənəvi cəhətdən intuisiyalınız çox güclü bir dövrə qədəm qoyur. Buğa. Buğa bürcü üçün Əqrəb yeni ay münasibətlərə çətinliklər gətirir. Keçmiş sevgili mesaj göndərə, keçmiş partnyordan xəbər ala və ya pozulmuş münasibətləri yenidən alovlandıra bilər. Mövcud münasibətlərdə ailə və ya keçmiş məsələlər üzündən mübahisələr yarana bilər. Ev almaq, kredit üçün müraciət etmək və ya faiz dərəcələrini tənzimləmək kimi maliyyə məsələləri gündəmdə ola bilər. Partnyorunuzun xərcləri arta bilər, buna görə də büdcənizi balanslaşdırmaq çox vacibdir. Fiziki olaraq baş və boyun nahiyəsindəki qəzalara və sınıqlara diqqətli olun. Əkizlər. Əkizlər üçün bu yeni ay onların peşəkar həyatında yenilənmiş enerji gətirir. Keçmiş həmkarlar, əvvəlki menecerlər və ya yarımçıq layihələr yenidən ortaya çıxa bilər. İş yerlərini dəyişdirmək üçün hələ yaxşı vaxt deyil. Vəziyyəti izləmək daha ağıllıdır. İş yerində qısqanclıqdan və ya arxadan bıçaqlanmaqdan ehtiyatlı olun. Layihələri gizli saxlamaq faydalıdır. Sağlamlıq baxımından bağırsaqlar və sinir sistemi həssaslaşa bilər və gündəlik iş rejimləri və qidalanma vardişləri yenidən nəzərdən keçirilə bilən ola bilər. Xərçəng. Xərçənglər romantik bir dövrə qədəm qoyur. Köhnə sevgilər və ya unudulmaz şəxsiyyətlər yenidən ortaya çıxa bilər. Hazırki münasibətlərdə qısqanclıq, keçmiş problemlər və ya emosional partlayışlar baş verə bilər. Uşaqları olan xərçənglər, uşaqları və təhsil dəyişiklikləri və ya emosional zəiflikləri ilə bağlı vacib qərarlarla üzləşə bilərlər. Yaradıcılıq, hobbilər və ekran işi üzərində işləyirlər. Ürəyi boş olanlar gözlənilməz bir flörtlə qarşılaşa bilər. Şir. Şirlər üçün ev, ailə və keçmiş hadisələr ön plandadır. Köhnə məhəlləyə qayıtmaq, keçmiş şəhər haqqında xəbərlər və ya ailə daxilində gözlənilməz inkişaflar ola bilər. Təmir, nasazlıqlar və evlə bağlı dəyişikliklər gündəmdə ola bilər. Ailədəki yaşlıların sağlamlığı həssas bir dövrdən keçə bilər. Emosional cəhətdən dərin bir təmizlənmə enerjisi var. Kin-küdurət azalır və yüklər aradan qaldırılır. Bəzi şirlər üçün bebə xəbərləri və ya evlə bağlı xoşbəxt inkişaflar yaxınlaşa bilər. Qız bürcü. Qız bürcünün yeni ayı ünsiyyətə və əlaqələrə təsir edir. Narazılıq aradan qalxa bilər və uzun müddətdir görmədiyiniz insanlarla əlaqələr bərpa oluna bilər. Təhsil, imtahanlar, sənədləşmə işləri və səyahətlər sürətlənəcək. Hüquqi məsələlərdə gözlənilməz inkişaflar baş verə bilər. Yaxın dostlarla mübahisələrdən qaçmaq vacibdir. Bu, köçməyi və ya başqa yerə köçməyi düşünən qız bürcləri üçün fürsətlərlə dolu bir dövrdür. Münasibətlərdə ünsiyyət böhranlarının qarşısını almaq üçün açıq və dürüst ünsiyyət vacibdir.
tərəzilər. Tərəzilər maliyyə məsələlərinə diqqət yetirirlər. Gözlənilən ödənişlər gələ bilər, maaş artımı gözlənilir və ya keçmişdən qazandığınız pul qarşınıza çıxa bilər. Bununla bərabər bu dövrdə gözlənilməz xərclərlə yarana bilər. Sevgi həyatınızda qiymətləndirmə ehtiyacı artır və münasibətlərdə emosional çətinliklər yarana bilər. Keçmişinizdən olan bir insan yenidən ortaya çıxa bilər. Karyeranızda rəhbərlərdən dəstək almaq mümkündür. Bu, maliyyə idarəçiliyinə diqqət yetirməyin vaxtıdır. Əqrəb, bu sizin yeni ayınızdır. Yenidən doğuş enerjisi ilə dolu bir dövr başlayır. Sevgi tam gücü ilə davam edir. Subay əqrəblər uzun müddətli münasibətlərə səbəb ola biləcək yeni bir qarşılaşma ilə qarşılaşa bilər. Münasibətdə olan əqrəblər köçməyi, evlərini təmir etməyi və ya münasibətlərini gücləndirmək üçün addımlar atmağı düşünə bilərlər. Plastik əməliyyat planlaşdıranlar sağalma prosesinə diqqət yetirməlidirlər. Yeni maliyyə imkanları açıla bilər. Keçmiş yaralar sağalır və həyat sizə ikinci bir şans təqdim edir. Oxatan. Oxatanlar dərin daxili təmizlənmə dövrünə qədəm qoyur. Sirlər, arxanızdan danışanlar aşkarlana bilər və ya münasibətlərdə qarşıdurmalar yarana bilər. Sağlamlığınıza və qəzalarınıza diqqət yetirmək vacibdir. Mənəvi dua, meditasiya və özünüzə yönəlmək şəfa verəcək. Peşəkar həyatınızda xoşagəlməz dəyişikliklər yaşaya bilsəniz də, yanvar ayında müsbət imkanlar yaranacaq. Yeni biri həyatınıza girmək istəyirsə, ehtiyatlı olmaq yaxşıdır. Oğlaq bürcü. Yeni ay Oğlaq bürcləri üçün sosial çevrəsində dəyişikliklər gətirir. Köhnə dostlarla qarşılaşa və uzun müddətdir görmədiyiniz insanlarla əlaqələr bərpa oluna bilər. Gələcək planlar daha da aydınlaşır və işgüzar əlaqələr vasitəsilə yeni yollar açıla bilər. Sevgidə sürpriz görüşlər öfüqdə ola bilər və onlar 30 noyabrdan sonra münasibətə çevrilə bilər. Karyera tanınması, mükafatlar və uğurlar mümkündür. Köçməyi, xaricə köçməyi və ya immiqrasiya ilə bağlı vacib xəbərlər ala bilərsiniz. Dolça. Dolça bürcləri karyeralarında yeni səhifələr açırlar. Keçmişdə birlikdə işlədiyiniz insanlardan fürsətlər yarana bilər. Rəhbərlik vəzifəsinə keçmək, vəzifədə yüksəlmək almaq və ya mühüm işgüzar sövdələr bağlamaq mümkündür. Ailə daxilində təəccüblü inkişaflar baş verə bilər. Xarici əlaqələr, qlobal layihələr və ya köçmək planları sürət qazana bilər. Yaşayış və işdə dəyişikliklər üçün yeni qapılar açılır. Balıqlar. Balıqlar üçün səbirsizliklə gözlənilən möcüzələr öfüqdədir. Təhsil, imtahanlar, beynəlxalq iş və yaşayış icazəsi sahəsində müsbət irəliləyişlər ola bilər. İnanc və mənəviyyat güclənir ki, bu sizi yüksəldəcək. Subay balıqlar köhnə bir tanışla qarşılaşa və ya həyatına yeni bir insan girə bilər. Boşanma mərhələsində olan balıqlara tələsik qərarlar verməmək tövsiyə olunur. Sosial media, rəqəmsal iş və beynəlxalq əlaqələrlə bağlı karyera imkanları sürətlənə bilər.